Qida istehsalı sahəsində çalışan Məlik bəy yazır. Komandalar sanitar qaydalara düzgün riayət eləmirlər, keyfiyyət hər dəqiqə istehsal xəttini dayandırır. Biz satışda problem yaşayırıq. Nə etməliyik? Hə, baxın, bu kimi məsələlərdə o sanitar qaydalar nədir? Birinci baxaq görək o müəyyən olunubmu? Tutaq ki, o müəyyən olunub. Bəzən heç o da bəlli deyil. Hər dəfə keyfiyyət gəlir, misal üçün dırnağın var, saxlayır istehsalı, amma heç dırnağın olub-olmaması haqqında da bir yazı bəlkə də yoxdur. Onda artıq konflikt başlayır. Tutaq ki, bunlar hamısı var, biz hamıya da öyrətmişik və burada nədir məsələ? Mən sizə əmin edeyim ki, o proses dayananda, tutaq ki, biz öyrətmişik, hamı bilir və sistem özü avtomatik olaraq bizə göstərir ki, bu Leylaya görə dayandı və Leylaya görə bir dəfə, Əliyə görə bir dəfə, Məmmədə görə bir dəfə dayanmaların reyestri getsə, onlardan izahat alınsa, davamlı izlənsə ki, bu adamların neçənci dəfə uyğunsuzluğudur, mən sizə inanırım ki, o yoldaşlar getdikcə özlərini düzəldəcəklər. Çünki ümumilikdə istehsal dayananda kimə görə dayandığının qeydiyyatı getməyəndə ümumi mexanizm olaraq dayandırılır və həmin o problem yaradacaq şəxs də həmin problemlə davam edir. Ona görə tövsiyəm odur ki, yəni ən aşağı o zəif həlqəmiz kimdirsə, onu tapana qədər nəzarəti gücləndirsinlər, sonra da reyestrini aparsınlar və işçi hiss eləsin ki, artıq neçənci dəfədə ona görə istehsal dayanır və şirkətə zərər dəyir. O zamanla öz əməliyyatını düzəldəcək.